dostlar, bu cələsə Qarabağ şikəstəsinin namuzişinə başlayıram. Qarabağ şikəstəsi bizim ritmik muğamlarımızdan biridir. Bu ahəngdə kökümüzü fay eləmişik. Əlbəttə, la kökündə də çalmaq olar. Vəli tədrisdə feylən fa kökündədir bizimki. As simlərimiz, tiyuneldə gördük, orta sim, və üst sim, do simlərimiz. Keçək indi notların üzüylə amuzişinə mizan be mizan və mizrab be mizrab. Bu ahəngdə nə mənəsi işlətsək mənzurumuz si bemoldur. Pəs si bekara işimiz yoxdur. Fəqət nə mənəsi desəm mənzurum si bemoldur. Birinci barmaq si bemoldadır, ikinci barmaq dodadır. Ya bilək, iki ya üçüncü barmağı qoyaq. Bu halətdə də tuta bilək və bu halətdə. Üçüncü barmağının feylən tədris olunur. Taratan mizrabın örgəşmişik müqəddəmatı 8 cələsəmizdə. Mizrablar örgəşmişik ki, biri taratan mizrabı idi. Yəni rast, çəp, rast. Taratamı icra eləsək, as simlərdən. Rast, çəp, rast. Yəni, poştər həm çalanda o kələmi taratamı deyirsiniz. Taratam. Bu taratan mizrabın dodan başlayırıq. Birinci barmaq si bemoldadır. Do, si, do. Doda rastı vururuq. Si bemolda çəp. Bu bar üçünlə doda rast. Pəs oldu. Əvvəl qədəmimiz do, si, do.